Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Kokand Dövlət Universiteti ilə birlikdə Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Milli Operasının banisi, musiqişünas, alim, publisist və pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar konsert təşkil edilib. Kokand şəhər Dəmir Yolçular Sarayında təşkil edilən tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Maarifli, zəngin tarixə malik olan Azərbaycan mədəniyyətindən söz açaraq, bu mədəniyyətin ayrılmaz bir parçası olan Azərbaycan musiqisinin bütün dünya mədəniyyətinə böyük töhfələr verdiyini və müsbət mənada təsir göstərdiyini qeyd edib. Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri olan Üzeyir Hacıbəyli yaradıcılığından söz açan Akif Maarifli, dahi bəstəkarın həyatının, yaradıcılığının, musiqi irsinin öyrənilməsi sahəsində görülən işlərdən və əlal xüsusda ölkə başçısı cənab İlham Əliyevin bu qəbildən məsələlərə böyük həssaslıq və diqqətlə yanaşdığını vurğulayıb. O, bugünkü tədbirin də ölkə başçısı tərəfindən Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə verilmiş sərəncam çərçivəsində Mədəniyyət Mərkəzi tərəfindən nəzərdə tutulmuş silsilə tədbirlərdən növbətçisi olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edən Kokand Dövlət Universitetinin prorektoru Əhmədcan Xısanov Azərbaycan və Özbək xalqları arasında mədəniyyət, əlal xüsusda musiqi sahəsində böyük oxşarlıq olduğunu və bunun ortaq tarixi köklərə dayandığını qeyd edib. Məhz buna görədir ki, Azərbaycan musiqisinin Özbək xalqı tərəfindən sevilərək dinlənildiyini qeyd edən Əhmədcan Xısanov bugünkü konsert proqramının da iştirakçılar tərəfindən böyük bir şövqlə qarşılanacağını bildirib. Çıxışlardan sonra bədii hissə ilə davam edən konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan rəqs qrupu, Kokand Dövlət Universitetinin rəqs ansamblı tərəfindən milli rəqslərimiz, Mədəniyyət Mərkəzinin gənclərdən ibarət teatr truppası tərəfindən isə Üzeyir Hacıbəylinin dünyaca məşhur Arşın Malalan operetta tamaşası tamaşaçılara təqdim edilib. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.